Gəlin, müasir dünyanı formalaşdıran mütəfəkkir John Locke'un inqilabi ideyalarına baş vuraq. Locke çox qarışıq bir dövrdə yaşayırdı və onun işi əbədi suallara cavab tapmaq idi. O, əsrlərdir filosofları düşündürən iki əsas problemə fokuslanmışdı. Onun cavabları isə hər şeyi dəyişdi. Həyatı elmi və siyasi inqilablar əsrinə təsadüf etdi. Bu da onun düşüncələrinə çox təsir göstərdi. Yaxşı, gəlin birinci suala keçək. O vaxtlar bu sualın iki fərqli cavabı vardı. Bir tərəfdə rasionalistlər vardı, digər tərəfdə isə Locke'un baxçılıq etdiyi empiristlər. Locke'un cavabı isə radikal bir fikir idi. Tabula rasa, yəni boş lövhə. Onun fikrincə, bu lövhəni iki addımda doldururuq. Hissiyat və refleksiya. Bu təcrübələr bizə sadə ideyalar verir. Sonra zehnimiz bunları birləşdirib, mürəkkəb fikirlər yaradır. Deməli, Locke'un üçün hər şeyin kökü real dünya təcrübəsindədir, başqa heç nədə. İndi gəlin baxaq bu ideyalar onun siyasət fəlsəfəsinə necə təsir etdi. Thomas Hobbes'tan fərqli olaraq, Locke insanların təbiətən rasional və sülhsevər olduğuna inanırdı. Deyirdi ki, hamımız üç təməl hüquqla doğuluruq: həyat, azadlıq və mülkiyyət. Amma təbii ki, münaqişələr də olur. Məhz buna görə də insanlar hökumət qurmaq üçün razılaşırlar. Və ən vacibi, hökumət gücünü yalnız və yalnız xalqın razılığı ilə alır. Əgər hökumət bu etimadı pozsa, xalqın o hakimiyyəti geri almaq haqqı var. Bir nəfərin çox güclənməməsi üçün Locke dahi bir sistem təklif etdi. Hakimiyyət bölünməlidir. Qanunları yazanlarla onları icra edənlər eyni adamlar ola bilməz. Locke'un bu siyasi fəlsəfəsi bütün dünyada inqilablar və yeni hökumətlər üçün bir təməl oldu. Onun həm bilik, həm də hökumət haqqındakı fikirlərinin təsiri bugün də çox güclüdür. Yəni, Locke'un fəlsəfəsi təkcə siyasətdən bəhs etmir, həm də mənalı bir həyat yaşamaqdan danışır.